Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün gələcək arzularınız nələrdir? İnklüziv mühitin qurulması ali düşüncə və ali davranış tələb eləyir. Bunu arzulayardım. Niyə ali düşüncə tələb eləyir? Çünki hər kəsin iştirakı bir hüquq məsələsidir və hər kəsin iştirak hüququ olduğunu hər kəs anlamalıdır. Mən çox istərdim ki, xüsusi övladlar digər uşaqlarla məktəbə gedə bilsin. Və iş onda deyil ki, onlar eyni məktəbə fiziki olaraq getsin. Müəllimlər ona hazır olsun, digər valideynlər ona hazır olsun və onların sayəsində uşaqlar da hazır olsun. İnklüziv məktəblərin sayı çoxalsın. Sonra mən istərdim və arzu edərdim ki, onlar üçün belə balaca şəhər kimi təşkil eləsinlər. Çünki onlar 18, 19, 20 yaşından sonra bilmirlər nə etmək lazımdır, nə məşğul olmaq lazımdır. Digər uşaqlar başa düşmürlər ki, onlarla oturan, eyni sinifdə oturan uşaqla necə oynamaq, rəftar etmək lazımdır. Yəni ki, elə bir mexanizm var, amma dərk etmə, qəbullanma yoxdur. Və ən əsası mən nə istəyərdim? Digər uşaqları qəbul etmək istəyərdim ki, bizim cəmiyyətimiz bu uşaqları qəbul etsin.